Salam hörmətli izləyicilər, əziz kimya sevərlər. Sizinlə Dövlət İmtahan Mərkəzinin 9-cu sinif üzrə kimya sinif testinin əlavə yarım qrup metallarına aid A variantını izah ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonuna basmanızı xahiş edirik. Birinci sualımıza deyir ki, dəmirin daxil olduğu maddələr, yəni dəmir, bu deməkdir ki, dəmir bu maddələrlə reaksiyaya girir. Məsələn, dəmir xlorla reaksiyaya girdiyi zaman nə alınır? Dəmir 3 xlorid alınır. Dəmir hidrogen xloridlə reaksiyaya girdiyi zaman dəmir 2 xlorid, bir də hidrogen alınır. Dəmir sulfat turşusu ilə, duru sulfat turşusu ilə reaksiyaya girdikdə dəmir 2 sulfat, bir də hidrogen alınır. Yəni buradan alınan maddə dəmir 2 sulfatdır. Qatı sulfat turşusu ilə reaksiyaya girəndə isə dəmir 3 sulfat alınır, kükürt 4 oksid, bir də su alınmış olur. Yəni burada alınan maddə dəmir 3 sulfatdır. Bizdən də nəyi sorur? Dəmir 2. Dəmir 3 xlorid. Sonra çubuğun istehsalı zamanı donma sobasının yuxarı hissəsinə sobaya hansı maddələr əlavə edilir? Yuxarıdan yadınızda saxlayın, donma prosesi zamanı yuxarıdan birinci dəmir mineralları olan hematiti əlavə edirik. Sonra əhəng daşını əlavə edirik. Sonra da koks əlavə etmiş oluruq. Yəni yuxarıdan biz yuxarısının 1, 4, bir də 5 əlavə edirik. Birləşmələri A və B maddəsinə uyğun qruplaşdırın. Deməli, kalium hidroksid A maddəsi suda məhlulunda qonurlaşan yaşıl çöküntü. Deməli, qonurlaşan yaşıl çöküntüdən söhbət gedirsə, burada olacaq dəmir 2 nitrat yerinə biz bir də dəmir 2 nitrat da qoya bilərik. Yəni A-ya 1-i də qoya bilərik. Sonra dəmir 2 sulfatı da qoya bilərik. 4 də qoya bilərik. Bir də dəmir 2 xlorid də qoya bilərik. Çünki dəmir 2 hidroksid qonurlaşan yaşıl çöküntüdür. Yəni bu zaman alınan maddə dəmir 2 hidroksiddir. Yəni maddələrin kalium hidroksidin suda məhlulu nəticəsində alınan maddənin dəmir 2 hidroksiddir. Məsələn, tutaq ki, dəmir 2 nitratla qarşılıqlı kalium nitrat alınacaq əlavə məhsul olaraq. Dəmir 2 sulfatla qarşılıqlı əlavə məhsul kalium sulfat alınacaq. Və yaxud ki, dəmir 2 xlorid götürsək, əlavə məhsul dəmir 2 kalium xlorid almış olacaqdır. B maddəsinin kalium rodanitin təsirindən qan qırmızı məhlul alınır. Qan qırmızı rodanitlərin təsiri nəticəsində qan qırmızı rəngdə məhsul alması dəmir 3 rodanitdir. Bu zaman B maddəsinə suda məhlulu dəmirin 3 valentli birləşməsi olacaq. Yəni bunun yerinə biz 2-ni də yaza bilərik, 3-ü də yaza bilmiş olarıq. Yəni bunların təsiri nəticəsində nə alınacaq? Dəmir 3 rodanit, kalium, dəmir deyirik, dəmir, ferrum, əgər xlorla 3 rodanit almış olacaqdır. Sonra keçirik növbəti sualımıza. Hansı maddənin artıq miqdarda natrium hidroksid məhlulu əlavə edilir? Reaksiyada alınan çöküntünün kütləsi zamanın asıllığının xarakteri qrafikə uyğun olar. Bu nə deməkdir? Bu deməkdir ki, müəyyən miqdardan sonra artır, artandan sonra isə yenidən azalmış olur. Yəni yenidən azalır. Çöküntünün miqdarı müəyyən miqdar artır. Daha çox götürdükdə isə həll olmuş olur. Burada olacaq amfoter birləşmələri. Amfoter birləşmələri hansılar aiddir? Sink nitrat, bir də sink xlorid. Yəni 2 ilə
5 olmuş olacaq. Yəni amfoter birləşmələri çöküntü əmələ gətirir. Artıq miqdarda natrium hidroksid məhlulunu götürsəksə, bu zaman həll olunub duzlar əmələ gətirmiş olar. Sonra boz çuğunun tərkibində karbon yadınıza saxlayın ki, qrafit şəklində olmuş olur. Cədvəli doldurun. Sfalerit. Sfalerit sink sulfitdir. Sink sulfit sfaleritdir və burada sink müsbət 2 şəkildə oksidaşma dərəcəsi. Bu malaxitdir. Və burada da dəmirin birləşməsi, yenə misin birləşməsi mis müsbət 2 şəklində olmuş olur. Hematit dəmir mineralıdır yenə. Burada da gördüyümüz kimi burada dəmir 3 ion şəklindədir. Burada isə maqnetitdir və burada dəmirin birləşməsi. Dəmir müsbət 2-dir. Həm müsbət 2-dir, həm də dəmir müsbət 3. Bu iki qarşılıq oksiddir və bu iki oksidin qarşılığı şəklində olmuş olur. 7-ci sualımızda nə soruşur bizə? Soruşur ki, Euler-Venn diaqramda uyğun bəndləri qeyd edin. Biz bilirik ki, mis qatı nitrat turşusu qarşılıqlı təsirdə olanda mis 2 nitrat alınacaq, azot 4 oksid alınıb, bir də su alınmış olacaq. Xrom nitrat turşusu ilə qarşılıqlı təsirdə olanda yenə də burada da xrom 3 nitrat alınacaq, azot 4 oksid alınacaq və su alınacaq. Deyir ki, reaksiyada NO uyğunları göstərək. Reaksiyada NO2 alınır. Dedik ki NO2 alınır. Reaksiyada NO2 hər ikisində alınmış olacaqdır. Burada da NO2 alınmış oldu. Burada da NO2. Yəni hər ikisində azot 4 oksid alınmış olacaq. Ona görə də bunu ortadan yazırıq. Yalnız qızdırıldıqda gedir. Bunların hər ikisi xromla qızdırılma, xromla adi şəraitdə getmir. Onu qızdırmaq nəticəsində gedir. Ona görə 2-ni xroma yazırıq. Sonra su alınır. Su hər ikisində su alınır. Alınan duzların metalın oksidaşma dərəcəsi müsbət 2-dir. Metalın oksidaşma dərəcəsi müsbət 2 olanda misə aiddir. Çünki mis 2 nitrat alınır burada. Buna da burada aiddir 4. Situasiyanı diqqətlə nəzərdən keçirin və burada verilmiş məlumatdan istifadə edək 8-10 saylı tapşırıqları cavablandırın. Laborant tərkibində 68% dəmir olan mis və dəmir qarışığının hər bir metalı təmiz ayırmaq üçün qarışığın üzərinə adi şəraitdə qatı nitrat turşusu əlavə etdi. Reaksiya başa çatdıqdan sonra qarışığa süzdü, alınan məhlul elektrolizə uğradı. Nitrat turşusu reaksiya daxil olan metalın adını yazın. Deməli, burada mis və qatı sulfat, qatı nitrat. Dəmir adi şəraitdə reaksiya daxil olmur. Mütləq qızdırmaq lazımdır. Yüksək tema. Burada da nitrat daxil olan metal, nitrat turşusu ilə reaksiya daxil olan burada qatı nitrat turşusu ilə reaksiya mis olacaq. Kuprum daxil olmuş olacaqdır. 9-cu sualımızda nə deyir? Turşu reaksiya təlinini yazın və əmsallaşdırın. Yazaq. Mis üstə gələnsə nitrat turşusu. Bu zaman mis 2 nitrat alınacaq. Bir də azot 4 oksid alınacaq. Bir də su alınacaq. Bizdən də əmsallaşdırdıqda biz azot 4 oksidin qarşısına 2 qoysaq, bir də suyun qarşısına 2 qoysaq, qalanları bu zaman nitrat turşusunun qarşısına da 4 qoymuş olacağıq. Əmsallaşdırdıq. Burada hidrogen 4'dür. Burada da 2'ni 2'ye vursak 4'dür. Azot burada 4 dənədir. Burada 2 dənə mis nitratın tərkibində də 2 dənə də azot 4 oksiddə 4 olmuş oldu.
Məhlulda tam elektrolizə uğraqda katodda 3 mol metal alınmışsa, qarşıdan götürülmüş nümunənin kütləsini hesablayın. Katodda mis qalır. Dedi ki 68% dəmir olursa. Deməli katodda qalan misdirsə, onda da 68% də dəmirdirsə, birinci neyəcək? 100-dən çıxacaq 68-in. 100-dən 68-in çıxsaq qalacaq 32%. Deməli 32% misdir. İndi buradan 3 mol metal. 3 mol metal dediyinə görə, yəni 32%imiz 32% misdir və o 3 mol misin də kütləsi necədir? 64. Burada 3 vurasın, kütləsini elə yazaq. 3 vurasın 64 qram mis alınırsa 32%. 100%imiz neçə olacaq? Bilmirik. X. Buradan da X bərabər olacaq 600-ə. Yəni burada olan bizim məhlumumuzun kütləsi 600-ə bərabər olmuş olacaqdır. 11-ci sualımıza deyir, maqnetitin formulunu göstərin. Biz bilirik ki, dəmir yanığı maqnetitin formuludur. Fermi 3O4. Misin təbii birləşmələrini müəyyən edin. Misin təbii birləşmələri burada miski sulfitdir, sonra malaxitdir, sonra mis biroksid. Bu da eləyir B variantına uyğun gəlmiş olacaqdır. 13-cü sualımızda nə soruşur? Nəm havada dəmir onun hansı birləşməsi alınır? Dəmir paslanır. Bizim bilirik kimi pasın da formulu necə? Dəmir 3 hidroksid. D variantında uyğun gəlir. Hansı reaksiyaya getmir? Burada baxdıqda 14-cü sualımızda A. Çünki xrom natriumdan az aktiv metaldır. Natrium xromdan aktivdir. Biz Beketov sırasını keçəndə nə demişdik? Demişdik ki, hər bir metal, Beketov sıra aktiv metal özündən sonraki metalı duzundan sıxışdırıb çıxara bilər. Ancaq natrium daha aktivdir. Xrom ondan bir qədər pasiv metaldır. Mis üçün hansı ifadələr doğru deyil? Deməli, yüngüldür. Deməli, açıq çəhrayı rənglidir. Bəli, plastikdir. Bəli, yüngüldür. Xeyrimiz yüngül deyildir. Ona görə də cavabımız elə C variantı uyğun gəlir. Hansı reaksiya tənliyi doğru deyil? Burada diqqətlə baxsaq, burada singin üzərinə xlorid gəlib, sink xlorid. Singin hidrogen xlorid gəlir, sink xlorid və hidrogen çıxır. Bu da düzdür. Sink oksigenlə reaksiyaya girir. Düzdür. Sonra Y variantında, altında Y variantında sink qatı sulfat turşusu ilə qarşılıqlı təsirdə olduqda sink sulfat bir də hidrogen. Bax, bu düzgün deyil. Çünki bu sink duru sulfat turşusu ilə qarşılıqlı təsirdə sink sulfat və hidrogen çıxır. Qatı ilə təsirdə isə əlavə məhsul kimi oksidlə alınmalıydı. Amma burada heç bir oksid göstərilməyib. Xrom hansı oksidi? Əsasi oksiddir. Xromun yadınızda saxlayın ki, 2 valentli oksidi əsasi oksiddir. Burada 3 valentli oksidi amfoterdir. 6 valentli oksidi isə turşu oksididir. Ona görə bizdən də əsasi oksid soruşduğuna görə Y variantını götürmüş oluruq. Xrom elektron formulunu müəyyən edin. 24'dür. Biz 24'ü paylasaq, bir yadınızda saxlayın ki, bir xromun 24-cü element, bir də 29-cu element misi paylayan zaman bu zaman 4s1 olur. Xromda 4s1 olur, 3d-5, ancaq misdə isə 4s1 olur, 3d-10 olur. Ona görə də C variantı uyğun gəlmiş olur. 19-cu sualımıza nə soruşur? Sink və mis üçün birləşmələrdə hansı oksidləşmə dərəcəsi xarakterikdir? Yadınıza saxlayın ki, sink birləşmələrdə həmçinin sabit müsbət 2 oksidləşmə dərəcəsi göstərir. Mis isə müsbət 1, müsbət 2 oksidləşmə dərəcəsi göstərmiş olur. Ona görə də cavabımız olacaq B variantı. Hansı reaksiyada dəmir alınmır? Bir qayda olaraq yadınıza saxlayın ki, dəmir D variantına diqqətlə baxın. Dəmir 3 oksid, amfoter oksidi, onun qələvi ilə qızdırıldıqda zamanı natrium metaferrit əmələ gəlir. Bu zaman alınır natrium metaferrit plus
hidrogen plus su. Bu zaman bu alınmış olacaqdır. Yəni burada dəmir alınmır. Ona görə də A variantı. Hansı reaksiyada qatı sulfat turşusundan istifadə edilmişdir? Bura diqqətlə baxsaq, C variantında qatı sulfat turşusundan istifadə edildiyini görürük. Ümumiyyətlə yadınızda saxlayın ki, qatı sulfat turşusu və yaxud da ki, qatı nitrat turşusundan istifadə edəndə bu zaman mütləq su alınır və əlavə olaraq hər hansı bir məsələn tuta oksidi alınmış olur. Məsələn xrom, burada kükürt dördü oksidi alınır məsələn qatı sulfat turşusunun reaksiyasından. Hansı reaksiya tənliyi doğru deyil. Biz bura diqqətlə baxsaq görəcəyik ki, B variantında reaksiya tənliyi doğru deyil. Çünki dəmir xlor turşusu reaksiyaya girən zaman dəmirin 2 valentli birləşməsi alınır. Burada isə 3 valentli birləşmə alınmışdır. Dəmirin qatı sulfat turşusu ilə qızdırılmaqla gedən reaksiyası hansı duz alınır? Qatı sulfat turşusu ilə qızdırmaqla gedən reaksiyasına burada diqqətlə baxsaq görəcəyik ki, dəmir qatı sulfat turşusu ilə qızdıranda dəmirin 3 valentli duzu alınmış olur. Sonra dəmir 3 iyonu hansı maddə ilə təyin etmək olar? Dəmir 3 iyonu bir rodanitlərlə, hidroksidlə təyin etmək olar. Burada da 1, bir də 3, 24-cü sualımızın cavabı D variantına uyğun gəlmiş olacaqdır. 25 oksidin tam reduksiya sərf olunan hidrogen mol miqdarı. Dəmir bu zaman biz nə edəcəyik? Biz dəmir oksidinin burada reaksiyasını yazsaq, burada tam reduksiya sərf olunan hidrogenin və bunun üzərinə hidrogen gəlsək, bu zaman dəmir bir də nə alınır? Bir də su alınmış olacaqdır. Buradan da yenə də dəmir bir də su alınacaq. Biz əmsalları düzəltmiş olsaq, burada 3 molekul burada tam reduksiya sərf olunan hidrogenin mol miqdarı. Burada 3 molekul hidrogen istifadə olunacaq. Bunu bu şəkildə yazsaq, dəmir üzərinə gəlsin hidrogen. Əmsalları bərabərləşdirsək, burada dəmirin qabağına 3 qoysaq, oksigenin qabağına da 4 qoysaq, 4, burada da hidrogenin qabağına 4 qoymuş olacaq. Yəni x-imiz bərabər olacaq 4-ə. Y-imizi tapaq. Burada oksigenin qabağına 3 qoysaq, burada hidrogenin qabağına da 3 qoymuş oluruq. Burada da demək ki, y-imiz də bərabər olacaq 3-ə. 4-lə, burada da x, y cəmi deyilir. 4-dən 3-ün cəmi isə 7 etmiş olacaqdır. 26-cı sualımızda nə soruşur? 26-cı sualımızda deyir ki, Euler-Venn diaqramı uyğun bəndləri müəyyən edin. Dəmir, bir də xrom göstərilib. Hər ikisi əlavə yarım qrup elementidir. Deməli, buna uyğun olanları seçəcəyik. Birinci, əlavə yarım qrupda yerləşir. Əlavə yarım qrupda hər ikisi əlavə yarım qrup elementidir. Yazırıq bura. Sonra xarici elektron təbəqəsində 1 elektron var. Bu misə aiddir. Sonra piritin tərkibinə daxildir. Piritin tərkibinə dəmir daxildir. Pirit formulu biz bilirik ki, ferum S2-dir. Buradan da görürsünüz ki, piritin tərkibinə nə var? Dəmir var. Sonra su ilə reaksiya daxil olmur. Su ilə mis reaksiya, su ilə reaksiya daxil olmur. Bu da 4-də bura yazmış olacaq. Sonra dəmir lövhə məhluna salınmış reaksiya nəticəsində 16 qram mis alınmışsa, lövhənin kütləsi neçə qram artmışdır? Belə biz nə edirik? 64-dən çıxırıq 56-sını. 64-dən 56-sını çıxanda 10-dan 8 etmiş olacaqdır. 8 qram. Deməli, reaksiya nəticəsində 16 qram mis alınmışsa. Deməli, 64 qram mis alınanda reaksiyanın lövhənin kütləsi neçə qram artır? 8 qram. 16 qram mis alınanda lövhənin kütləsi neçə qram artacaq? X. X da bərabər olacaq 2. Yəni, bu zaman onun lövhənin kütləsi 2 qram artmış olacaqdır. Yəni, cavabımız olur 2.
28-ci sualımızda nə deyir? Dəmirin hansı maddələrlə qarşılıqlı təsirlə alınan birləşməsi oksidləşmə dərəcəsi müsbət 3 olur. Bir qayda olaraq yadınıza saxlayın ki, dəmir qatı sulfat, qatı nitratla qarşılıqlı təsirdə olduqda bu zaman alınan oksidləşmə dərəcəsi 3 olur. Burada da cavabımız olacaq 4, bir də 5. Cevabımız 4-5 olmuş olacaktır. Sonra bizden neyi soruşur? Demir duru ilə də qarşı. Sonra hansı element atomlarında 4s yarım səviyyəsində 3D burada 2'ni de götürürük. Burada yadınızda saxlayın. 2, 4, 5. Hansı atom 1 elektron 4s yarım səviyyəsindən 3D yarım səviyyəsinə keçir? Burada 1 elektron. 1 elektron bizdə yadınıza saxlayın. 1 xromda, 1 də dəmirdə. Yəni cavabımız olacaq 2, 4. Xromla dəmirdə biz 1 S səviyyəsindən digər D səviyyəsinə də keçmiş olacaqdır. Sonra 29-30 reaksiyaları deyir göstərin. Reaksiyalar göstərin. Kalium hidroksidin üzərinə X gəlsin də reaksiyaya getmir. Və 1'ə reaksiyaya getmir. Məsələn, kalsium misoksit gəlsə reaksiyaya getmir. Yəni 1'ə A uyğun gələ bilər. Bir də dəmir oksid gəlsə reaksiyaya getməz. Çünki dəmir oksid əsası oksiddir. Yəni 1'ə uyğun. Turşu alınar. Turşu alınar nə? Turşu oksidlərini, yəni xrom 6 oksid. 2'yə uyğun gələcək C. 3'ə 4 atomlu düz alınar. 4 atomlu düz alınanda bu da dəmir 3 oksid. Mesela bunun üzerine dəmir 3 oksid gəlsək, bu zaman alınacak kalium. Bir de su. Burada da görürsünüz 2, 3, 4. 4 atomlu duz alınmış olacak. Ona göre de burada uygun gelecek D. Bu kadar diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.